Məşhur hədis də düzdür. Yoxsa yox? Peyğəmbər sallallahu aleyhi və səlləm kimə deyir? İhfazilləhə yəhfazkə. İbn Abbasa deyir, əmisi oğluna. Deyir ki, İhfazilləhə yəhfazkə. Sən Allahı qoru ki, Allah da səni qorusun. Məşhur hədis. Necə də gözəl sözdür. Sən Allahı qoru, Allah da səni qorusun. Sələflərdən biri bu hədis barəsində deyir ki, bu hədisi eşitməyənə qədər keçirdiyim ömrümə heyf olsun. Heyfslənir. Yəni, sən təsəvvür elə, Allahı qoru, Allah da səni qorusun. Eşitməyib elə. Heyf o vaxtıma ki, keçirdiyim ömrümə ki, bu hədisi eşitməmişəm. Mənası zahirən üzdədir. Mənası üzdədir. Allahı qoruyani, onu əmrlərini yerinə yetirib, onun qadağan etdiyi şeylərdən çəkin, Allahı qoru bu mənadadır. Allah da səni qorusun. Allah səni hifz eləsin. Allahı qorumaq deyəndə onun dinini yaşamaq nəzərdə tutulur. Allahı qoru deyəndə onun əmrlərini qorumaq qəsd edilir. Allahın əmrlərini və qadağalarını qorumaq qəsd edilir. Allahın əmrlərini və qadağalarını necə qorumaq olar? Onu yerinə yetirməklə, qadağalarından çəkinməklə. Mükafatı nədir? Allah da səni qorusun. Alimlər deyirlər ki, burada qayda işə düşür. Hansı qayda? Mükafatın əl-cəzəu min cinsil əməl. Mükafatın növünə görədir. Mükafatın cəza əməlin cinsinə görədir. Cəza əməlin cinsinə görədir. Yəni, sən qorudun, Allah da qoruyur. Sən yaxınlaşırsan, o da yaxınlaşır. O mənada yəni. O əksi müqabili necədir? Nəsullaha fənəsiyahum. Onlar Allahı unutdular. Cəza olaraq da Allah da onları unutdu. Yaxud və la təkunu kəllədinə nəsullaha fəənsəhum ənfusəhum. O kəslər kimi olmayın ki, onlar Allahı unutdular, Allah da onlara öz nəfslərini unutturdu. Əl-cəzəu min cinsil əməl. Cəza əməlin növünə görədir. Qoruyanda Allahı, Allah da səni qoruyur.